Bayramla əlaqədar qeyri-iş günlərində Qazax Təcili Tibbi Yardım Şöbəsinin gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Novruz bayramı ilə əlaqədar olaraq uzun müddətli qeyri-iş günlərində isə əsasən mərkəzi xəstəxananın həkimləri istirahətdə olduğu üçün Təcili Tibbi Yardım Şöbəsinə müraciət çoxalıb. Bu barədə şöbə müdiri Nəzrin Əliyeva məlumat verib. Bayram günlərində düzdür, bütün yük Təcili Tibbi Yardım Şöbəsinin üzərinə düşmüşdür. Ən çox müraciətlər xroniki xəstəliklərin kəskinləşməsi ilə bağlı olmuşdur. Misal üçün, xroniki xolesisti olan şəxslərin xəstəliyinin kəskinləşməsi, şəkərli diabeti olan xəstələrdə hiperglikemiya halları və həddindən artıq yağlı, ağır qidaların qəbulu ilə bağlı mədə-bağırsaq pozulmaları, dispeptik şikayətlərlə müraciətlərin sayında artım müşahidə edilmişdir. Ən çox getdiyimiz xəstələr təzyiqlə bağlı olur, ürək tutmaları olur, zəhərlənmələr, belə xəstələr olur. Bunlara da biz yardım edirik yeri. Əgər evdəsindən gəlinəcək olursa da yardım edib gəlirik. Yox, əgər lazım olursa da acil şöbəsinə təxliyə edirik. Qeyd edək ki, çağırış səbəbləri əsasən antiterial təzyiq yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəlikləri ilə bağlı olub. Kamran Əskiparalı, Rəvan Məmmədli bu gün informasiya proqramı üçün.